Gün ərzində 10.000 addım atmaq yanaşması hardan yaranıb və bunun altında hər hansısa bir elmi araşdırma varmı? Bu konsepsiya keçən əsrin 60-cı illərində Yaponiyada yaranıb. O vaxt insanın atdığı addımı məsafəyə çevirən bir pedometron üzərində işləyiblər və yuvarlaq rəqəm kimi nə az nə çox olması üçün 10.000-i götürüblər. Amma onda bu 10.000-in altında heç bir elmi əsaslandırma yox idi. Bundan sonra digər fiziki aktivlik proqramları da 10.000 addımı optimal rəqəm kimi götürməyə başlayıblar və insanlar o zamanlardan sonra gün ərzində atdığı addım sayını saymağa başlayıb. Elmi araşdırmalar bu istiqamətdə 2000-ci illərdə aktiv olaraq işlənib ki, öyrənilsin ki, gün ərzində atılan addımlar sağlamlığa necə təsir edir. Yenə də birindən nümunə gətirim, British Journal of Sports Medicine'dən. Yazırlar ki, gün ərzində atılan ən azı 2000 addım ürək-damar xəstəlikləri riskinin azalmasına gətirib çıxarır. Amma optimal dərəcədə azalma gün ərzində atılan addım sayının 9000-dən çox olanda baş verir. Yəni ki, əsaslandırılmış şəkildə deyirlər ki, piyada gəzmək sağlamlığa müsbət təsir edir.